Əgər yaz ayı gəldisə, üçbacı dolmasının da sezonu açıldı deməkdir. Fikrimcə böyükdən kiçiyə bu yeməyi hamı sevir. Yeməyən, xoşlamayan yoxdur. Elə bizim evdə də tez-tez hazırlanan, mənim özümün də çox sevdiyim və yay boyunca doyunca hazırlayıb yeyəcəyim yeməklərdən biridir. Hazır bu gün də qonağım gəlmişkən elə bu yeməyi hazırlayıb çəkib sizinlə də bölüşmək istədim. Badımcan, biber və pomidorun içərisini təmizləyib, duzlayıb bir kənarda saxlayıram. Pomidorun içini isə sonda üzərinə əlavə edəcəm. Onlar bir kənarda qalsın, mən əti tavaya töküb üzərinə də biraz su əlavə edib bişməyə qoyuram. Ət bişənə kimi biber və badımcanları tavaya əlavə edib hər tərəfini yaxşı qızardıram. Hamısını qızartdıqdan sonra soyuması üçün bir kənarda gözlədirəm. Ət qovrulduqdan sonra bura keşniş, şüyüd əlavə edirəm. Bəzən bişmiş yumru düyü də qatıram ki, bu da dolmaya fərqli bir dad verir. Mən üçbacı dolmasını ümumiyyətlə bir çox yeməkləri sobada bişirirəm. Sobada bişən yeməklərin daha ləzzətli olduğunu düşünürəm. İndi də badımcan, pomidor və biberin içərisinə doldurub soba listinə yığıram. Hətta bişənə yaxın üzərinə rəndələnmiş Holland pendiri də əlavə edirəm. O zaman dadından heç doymaq olmur. Bəs siz bu yeməyi hazırlamaq üçün hər hansı fərqli bir üsulunuz varsa, mütləq rəylərdə mənimlə bölüşün. Qonaqlarım demək olar ki, çatırlar, artıq son toxunuşlarını edirəm. Üzərinə biraz kərə yağı, reyhan əlavə edib yeməyi sobaya göndərirəm. O bişənə kimi mən süfrəni hazır edəcəm, amma onu çəkməyə vaxtım yoxdur. Bəs siz necə? Xoşlayırsınız üçbacı dolmasını? Ən sevdiyiniz yay yeməyi hansıdır? Mütləq fikirlərinizi rəylərdə bölüşməyi və mənə dəstək olmaq üçün videonu bəyənməyi unutmayın. Mən isə artıq qonaqlarım gəlib yeməyimi servis etməyə gedirəm. Arzu edirəm ki, heç bir kəsin evindən qonaq əksik olmasın. Daha maraqlı reseptlər üçün izləmədə qalın.